Videonu izləyən hər kəsə salam. Bu videoda yiyəlik halın mənsubiyyət şəkilçili sözlə birlikdə bir cümlə üzvü olma məqamları var. Burada fərqli məqamlar özünü göstərir və həmin yiyəlik mənsubiyyət birləşməsinin bir cümlə üzvü olması və yaxud da müstəqil cümlə üzvü olmasından sintaktik təhlildə eyni zamanda başqa məqamlar da yaranır, başqa məqamlar da doğur. Və mən bu günləri həmin məqamları, həmin variantları sizə izah eləyəcəm. Bura 2 dənə cümlə tipi yazmışam. Baxın, birincisində deyir ki, Həsənin arzusu və məqsədi həqiqi bir ziyalı olmaq idi. Diqqətdə saxlayırıq ki, cümləni başlayıram sintaktik təhlil eləməyə. Həqiqi bir ziyalı olmaq idi bütövlükdə cümləmin xəbəridir. Əgər sizin üçün maraqlı gələrsə ki, niyə bu bütövlükdə cümlənin xəbəridir? Bununla bağlı da YouTube kanalında bir dənə video var. O dərsi tapıb izləyə bilərsiniz. Məsdər və fiili sifətin xəbər funksiyasında işlənməsi və yaxud da tərkiblərinin belə bir video var. Tapıb izləyə bilərsiniz. İndi baxın. Burada Həsənin sözü, sözün kökü Həsəndir. Yiyəlik haldır, düzdürmü? Yiyəlik hal bilirik ki, adətən müstəqil şəkildə cümlə üzvü olmur, mənsubiyyətlə bir yerdə olur. Həsənin arzusu, burada sözün kökü arzudur, su bu mənsubiyyətidir. Yəni, yiyəlik mənsubiyyət, bunlar ikisi bir yerdədir, düzdürmü? Bir də Həsənin məqsədidir. Məqsəd, i də burada mənsubiyyət şəkilçisidir. Amma təhlil eləyəndə belə təhlil eləyəcəm. Əslində, həm arzusu, həm məqsədi sözləri Həsənin sözünə bir yerdədirlər. Yəni, yiyəlik mənsubiyyət anlayışıdır. Lakin təhlildə belə gedir. Həqiqi ziyalı olmaq idi. Nə? Həsənin arzusu. Nə? Məqsədi. Baxın, iki fərqli mübtəda var. Səbəb də budur ki, yiyəlik hal bir dəfə öz mənsubiyyəti ilə birləşəndən sonra onun söz birləşmə yaratması, söz birləşmə yaratma qabiliyyəti burada bitdi. Artıq ondan sonraki mənsubiyyət şəkilçili söz məzmun cəhətdən yiyəlik hala aid olsa da, həmin yiyəlik hala, eyni yiyəlik hala, yenə də müstəqil şəkildə cümlə üzvü olur. Ona görə müstəqil şəkildə cümlə üzvü olur ki, mənsubiyyət şəkilçili söz müstəqil cümlə üzvü ola bilər və yaxud da mənsubiyyət şəkilçili söz yiyəlik hal olmadan da işlənə bilər. Ona görə də bu cümlədə 2 dənə fərqli mübtədalar var və buradan hansı qayda yaranır? Bir, o məqam üzə çıxır ki, burada həmcins üzvlər var. Həmcins üzvlər var. Üzv. Yəni, həmcins mübtədalar. İkinci məqam oradan üzə çıxır ki, həmcins üzvlər arasında, həmcins mübtədalar arasında və yaxud da həmcins üzvlər də deyə bilərik. Həmcins üzvlər arasında tabiisizlik əlaqəsi var. İkinci məqamı budur. İndi gəlin ikinci cümləyə baxaq. Həsənin və Əlinin məqsədi həqiqi bir ziyalı olmaq idi. Yenə də həqiqi bir ziyalı olmaq idi mənim cümləmin xəbəri. Nə həqiqi bir ziyalı olmaq idi? Baxın, burada birinci cümlədən fərqli olaraq 2 mənsubiyyət yox, 2 yiyəlik hal var. Mənsubiyyət bir dənədir. Yiyəlik hal müstəqil cümlə üzvü olmadığına görə nə həqiqi ziyalı olmaq idi? Həsənin və Əlinin məqsədi. Baxın, bu formada təhlil olunur. Yəni, əgər bir neçə yiyəliyin, 2, 3, 4 və daha çox yiyəliyin bir mənsubiyyəti varsa, bütün yiyəliklər gəlib həmin mənsubiyyətə birləşib bir cümlə üzvü funksiyasında olur. Amma bir yiyəliyin bir neçə mənsubiyyət şəkilçili sözü varsa, hər mənsubiyyət şəkilçili söz özü müstəqil cümlə üzvü ola bilər. Bəs buradan hansı məqamlar meydana çıxır ikinci cümlə tipimizin təhlilindən? Buradan o məqam meydana çıxır ki, həmcins üzv yoxdur. Bəs tabiisizlik əlaqəsi varmı? Bəli, yenə də tabiisizlik əlaqəsi var. Amma diqqətdə saxlayırıq ki, tabiisizlik əlaqəsi bu dəfə həmcins üzvlər arasında deyil. Söz birləşməsinin, ismi birləşməsinin tərəflərinin arasında sadalanan sözlərin arasında tabiisizlik əlaqəsi var. Amma müstəqil həmcins üzvlərin, müstəqil cümlə üzvlərinin arasında tabiisizlik əlaqəsi yoxdur. Bu da testlərin ən çox işlənən məqamlarından biridir. Bəzən bu tipli, məsəl üçün, bu 2-də göstərdiyimiz kimi nümunələri verirlər bizə. Testə salır ki, hansı nümunədə həmcins üzvlər arasında tabiisizlik əlaqəsi var. Və testi işləyən, istəyir müəllim olsun, istəyir
müəllim olmaq istəyənlər olsun, sertifikasiya imtahanına hazırlaşan müəllimlər ola bilər, abituriyentlər ola bilər eyni zamanda. Baxır ki, ortalıqda bir sadalama var da, sadalama var və orada tabeçilik əlaqəsi var. Bəli, tabeçilik əlaqəsi var, amma həmcins üzvlər arasında deyil tabeçilik əlaqəsi. Bu məqamı diqqətdə saxlamaq lazımdır.